Xoş gördük əziz dinləyicilər. Ukrayna-Rusiya cəbhəsində Ukraynanın əlinin nə qədər gücləndiyinin və elmi texniki imkanlardan nə qədər səmərəli istifadə edilməsi barəsində mən sizə çox məlumat vermişəm və siz nəzərə alın ki, bir vaxtlar 1 milyon və yaxud da 100 min müharibə başlayanda, hətta 100 mindən aşağı PUA hazırlayan bir ölkə bugünkü il üçün, yəni 2026 üçün artıq PUA istehsalını 7 milyona çatdırılmasını hədəfləyirlər. Artıq 7 milyonun aşağı hissəsini, yəni 5 milyona qədər hazırlıq var. İndi bunu 7 milyona çatdırmaq istəyirlər. Bu da çox dəhşətli bir rəqəmdir. Əlbəttə, elmi texniki imkanlar baxımından. Məhz Amerikanın özündə də o insanlar ki vardı, məhz Prezident Trump onu Ukraynaya göndərirdi ki, və sənin əlində kartlar yoxdur, sən təslim olmalısan və bu formatda sən uduzarsan. Məhz indi o generallar da Ukraynanın çox ciddi bu mənada irəlilədiyinin, hətta Amerika içində yaxşı bir nümunələr yaratdığını izah edirlər. İkinci bir məsələ, bu günlərdə məlumat vermişdim ki, Ukraynanın Rusiya ətrafında olan istər neft ayırma zavodları olsun, hərbi hissələrin dağıdılması çox intensivləşib və bu barədə bir məlumat da ondan ibarətdir ki, artıq Ukrayna öz PUA-larını, göydə olan PUA-ları ilə bərabər yerdə də hazır kamikadze, istər bu atış texnikaları olsun, istər kiçik tank texnikaları olsun, artıq ərazidə bu PUA-lardan da istifadə edilir. Nə qədər imkan varsa əskərini isti müharibəyə salmır, əskərini qorumaqla. Demək olar ki, bir neçə bu barədə məlumat var ki, Rusiya briqadası birbaşa PUA-larla, yerdə gəzən silahlı itlərlə mi deyək, texnikalarla mı deyək, yəni insanın idarə etmədiyi, məsafədən idarə etdiyi texnikalarla məhz bir neçə briqadasını Rusiyanın məhv edir. Amma ən vacib məqamlardan biri isə bu barədə çox danışmışıq biz, amma bugün çox əhəmiyyətli bir məsələdir ki, Ukrayna həmişə çalışırdı ki, Krım ətrafında hər hansı bir Rusiya hava hücumundan müdafiə sistemləri mi olsun, onların işlək vəziyyətə çatdırılması, hər hansı bir gəminin əraziyə gəlməsinə çox ehtiyatla rəftar edirdi və demək olar ki, heç bir obyekt orada qoymur Krımda. Krımda tam surətdə hər hansı bir hava hücumundan müdafiə sisteminin işlək vəziyyətə, anqardan çıxması vəziyyətinə imkan vermir. O saat məhv edir və Krımı dəniz blokadasına salmaq üçün bütün Qara dəniz filosunu demək ki, Rusiyanın məhv edir. Və bu günlərdə İstər Yamal olsun, istər Azov olsun, istər Slavutin olsun və bunlar hamısı Sevastopol buxtasında Nikolayev gəmisi olsun ki, bunlar desant gəmiləri və raket gəmiləridir. Sevastopol buxtasında bunlardan 18 apreldən indiyənə qədər, 18 apreldən 21 aprelə qədər siz təsəvvür edin, 4-5 böyük həcmdə həm desant, həm də raket deməli gəmilərini tamamilə məhv edib, Sevastopol limanında demək olar ki, bu gəmilər işləksiz vəziyyətə düşüb və onu deməyə əsas verir ki, tam surətdə Krım dəniz ətrafından, yəni Qara dəniz ətrafından tam surətdə çəmbərə alınıb. Artıq Rusiyanın orada iri həcmli heç bir gəmisi yoxdur, müqavimət dəstəsi yoxdur. Mən düşünürəm ki, bu tez bir zamanda Krımın əhatəyə alınması, mühafizəyə alınması və Krım ətrafında ciddi bir əməliyyatın keçirilməsinə bizə xəbər verir. Təşəkkür ederim.